Əziz izləyicilərimiz, salam, hər vaxtınız xeyir olsun. Bildiyiniz kimi biz müxtəlif ölkələrdən və müxtəlif e, haqsevər cəbhələrinə bağlı olan şəxslərdən və ya hətta heç bir cəbhəyə bağlı olmayan, amma öz düşüncəsində və öz qəlbində haqsevər olan insanlardan, müxtəlif ekspertlərdən öz studiyamıza dəvət edirik və onlarla son olaylar haqqında və ya digər İslam oyanışı və digər hadisələr haqqında da danışırıq. Bu gün də qonağımız var, siyasi elmlər üzrə universitet ustadı cənab Həşamlı Xaqani İraqdan. Xoş gəldin deyirik sizə. Əhlə və səhlə bikum fi studio Yumruq və nərhab bikum və nəhnə məfruhi ciddən li-müşahidətikum fi studio. Sizi salamlayırıq. Sizə və dəyərli tamaşaçılarınıza salamlarımızı çatdırırıq. Allah sizi qorusun və inşallah bütün pislikləri sizdən uzaq etsin. Şükrən. İran və İraq arasında 8 illik müharibə oldu və çox sayda yüz minlərlə insanlar burada bu savaşda həlak oldular. Və təbii ki, hamı düşünürdü ki, bu savaşın nəticəsində xalqlar arasındakı olan əlaqələr uzun illər çəkəcək ki, adiləşsin və onların arasında hətta düşünürdü ki, bir sağalmaz yara qalıb. Amma biz görürük ki, Saddam Hüseynin çevrilişindən sonra və onun aradan götürülməsindən sonra iki xalq arasında dərhal çox güclü əlaqələr yarandı və hətta elə bir səviyyə çatdı ki, İraq üçün və İran üçün qarşılıqlı qardaşlıq və çox güvən və misilsiz və bənzəri olmayan əlaqələr yarandı. Bunun səbəbini açıqlayarsın inşallah. Bismillahirrahmanirrahim. Bismillahirrahmanirrahim. Aləmlərin Rəbbi olan Allaha həmd olsun. Allahın salavatı məxluqatın ən şərəflisi, göndərilmiş peyğəmbərlərin sonuncusu Məhəmmədə və onun pak əhl-i beytin olsun. Allahumma salli alə Muhammed və əli Muhammed. Müharibə mövzusu ilə bağlı sadəcə bir qeyd etmək istəyirəm. Bu müharibə İraq ilə İran arasında deyildi. Müharibə Səddam rejimi ilə İslam Respublikası arasındaydı. Buna görə də bugün həm İraq xalqı, həm də İran xalqı həmin dövr haqqında danışanda İraqla müharibə yox, Səddamla müharibə ifadəsini işlədirlər. Bu müharibə bütün təfərrüatlarına baxmayaraq, iki xalq arasındakı münasibətin mahiyyətinə təsir göstərə bilmədi. Çünki xüsusilə İslam əqidəsi və bizim mənsub olduğumuz Şiə məzhəbi bu əlaqələri bütün digər təsirlərdən daha güclü saxladı. Yəni, bağ İmam Hüseynin sevgisi olduqda, münasibət Peyğəmbər və onun əhl-i beytinə məhəbbət üzərində qurulduqda, bu ilahi bərəkətlər hansısa qüvvənin və ya qrupların yaratmağa çalışdığı bütün nifaq və çöküntüləri əridib yox edir. Nəticədə İraq və İran xalqları arasındakı ən güclü bağ İmam Hüseyn sevgisi, Ərbəyin ziyarətinin bərəkəti, müqəddəs ziyarətgahların ziyarəti və iki ölkə arasındakı sosial münasibətlər oldu. Qonşuluq, yaxınlıq və digər əlaqələr bütün bu təsəvvürlərdən üstün gəldi və bu münasibətlər bu gün də əsas olaraq qalır və inşallah qiyamətə qədər də qalacaq. Çox sağ olun, təşəkkürlər. Qayıdaq hal-hazırki savaşa. Biz bu savaşda və bu savaşdan öncə gördük ki, Amerika və digər bəzi Avropa ölkələri və ya hətta bəzi ərəb ölkələri İraqın daxili siyasətlərinə və ya İraqa qarşı çox şiddətli təzyiqlər göstərirdilər. Və deyirdilər ki, əgər İraq müqaviməti, ki, Həşd-ü Şəbi adlanır, aradan götürülməsə və silahı əlindən alınmasa, bəzən müharibə ilə onları hədələyirdilər, bəzən sanksiyalarla və iqtisadi təzyiqlərlə hədələyirdilər və deyirdilər ki, yəni müxtəlif bəhanələrlə, bəziləri onları mükafatla əldə edirlər ki, yəni məsəl üçün, əgər bu müqavimət götürülsə, onlara böyük sərvətlər vəd edirlər ərəblər tərəfindən və ya Amerika və Avropa tərəfindən də hədələnirdi. Və hətta bəzən də görürdük ki, orada müəyyən zərbələr də dəyirdi. Yəni, hücumlar olurdu müəyyən miqdarda. Və biz bilirik ki, bunların hamısı iki düşüncə var. Bəziləri deyirlər ki, ümumiyyətlə oradakı olan müqavimət cəbhəsini zərərsizləşdirməsilə, bəziləri deyirlər ki, xeyr, bu müharibədən öncə İranın dostlarını xaricdə zərərsizləşdirmək istəyirlər ki, İranın əl-qolunu bağlasınlar. Bu haqda nə düşünürsünüz? Həşd-i Şəbi bugün dövlət qurumudur. Amma əvvəlcə xalqın bütün təbəqə və millətlərindən təşkil olunmuş bir birlik idi. Onun formalaşmasının əsas səbəbi dini mərcəiyyətin çağırışı idi. Dini mərcəiyyət isə həm İraq xalqının, həm də ümumilikdə şiələrin birləşdirici amilidir.
Bu baxımdan Həşti Şəbi İraqın az qala məhv olmaq təhlükəsi ilə üzləşdiyi bir dövrdə təhlükəsizlik sipəri oldu. IŞİD və onun hadisələri səbəbindən ölkə dağılmaq üzrə idi və IŞİDin qərb istehsalı olduğu məlumdur. Bu təhlükəsizlik sipəri çox böyük xidmət göstərdi. Allah onlara etdikləri xidmətlərin əvəzini versin. Sonradan rəsmi quruma çevrilən bu Həşti Şəbi Qərbin plan və layihələrinin qarşısını ala bildi. Bugün Həşti Şəbini dağıtmaq istəyən qüvvələrin çoxluğu da onun uğurunun göstəricisidir. Çünki o nəticə verdi. Əgər nəticə veribsə, deməli İraq xalqının birliyini parçalamağa çalışan hər yeni planın qarşısında mani olacaq. Əgər maniyyədirsə, onda onu lərv etmək istəyirlər. Buna görə də həm İraq xaricindəki siyasi qüvvələrdən, həm də daxildə bəzi şəxslərdən Həşti Şəbini lərv etmək çağırışları gəldi. Daxildə olanlar ya yanlıllar, ya da maraqları düzgün qiymətləndirmirlər. Xaricdə olanlar isə bunu öz planlarına təhlükə hesab etdikləri üçün edirlər. Üstəlik, biz qəti şəkildə və praktik təcrübə ilə bilirik ki, Amerika və Qərb dövlətlərini yalnız İsrailin maraqları maraqlandırır. Bugün müqavimət göstərən kimdir? İsrailə qarşı müqavimət göstərən əsasən şiələrdir. İranda, İraqda, Livanda və Yəməndə. في إيران، العراق، لبنان واليمن. غزة مستثنى يعني منهم. يعني الآن Bugün bu müharibədə təşəbbüs əlində saxlayan əsas qüvvə şiələrdir. Əgər Qəzzədəki Həmas, İslami Cihad və digər Fələstinli mücahid qüvvələrdə əlavə etsək, nəticədə bugün Siyonist cəbhəyə qarşı döyüşən əsas çoxluğun şiələr olduğunu görərik. İraqdakı şiə gücünün əsas dayağı isə Həşti Şəbidir. Çünki Həşti Şəbi istisnasız olaraq bütün İraq təbəqələrini bir araya gətirir. Bəzi fikir ayrılıqları ola bilər, amma ümumi çərçivədə hamını birləşdirən ortaq addır. Məhz buna görə ABŞ, İsrail və Qərbin Həşti Şəbiyə qarşı təzyiqləri onların qorxusundan qaynaqlanır. Çünki bu qüvvə İraq xalqına daxil olmaq və onu yönləndirmək istəyən hər planın qarşısında keçilməz sədd olacaq. Üstəlik, ABŞ və İsrailin İrana qarşı apardığı son müharibədə də şiələrin açıq rolu var idi və bu rolun əsas qəhrəmanları Həşti Şəbi döyüşçüləri idi. يعني العداوة ليست مع الحشد الشعبي كما العداوة هي مع الشعب العراقي. Çünki müqavimət düşüncəsi İraq xalqının daxilindədir. Çünki Həşti Şəbi bütövlükdə İraq xalqını təmsil edir. وكله لمصلحة الإسرائيل. Mən buna 100% əminəm. Şükran. Biz bu görüntüyə baxanda siz də çox gözəl qeyd etdiniz ki, bu savaş hamısı İsrailin mənafe və onun məsləhətinin faydalarının uğrundaydı. Bəs biz bu görüntüyə baxanda, son savaşa baxanda görürük ki, onlar, yəni Amerika və İsrail cütlüyü İraqın üzərində çox böyük hesablamalar aparmışlar. Onlar oranın coğrafiyasının üzərində hesablamalar aparmışlar ki, oradan istifadə edəcəkdilər və orada olan bəzi separatçılardan istifadə etmək istəyirdilər və ya belə deyək ki, yəni onlar İraqın özündən İrana qarşı istifadə etmək istəyirlər, amma hesablamalarında yanlışlar baş verdi və planları iflasa uğradı. Sizcə bunun səbəbi nə idi? Niyə onlar bu məqsədlərinə çata bilmədilər? بالنسبة Regionun geosiyasi vəziyyətinə ümumi baxdıqda isə, əlbəttə ki, hər hansı bir dövlətə qarşı müharibə aparmaq istədikdə, əvvəlcə onun ətrafındakı geosiyasi mühiti araşdırmalısınız. Bu araşdırmanın əsas hissələrindən biri də həmin dövlətin geosiyasi vəziyyətidir. Belə hallarda siz bölgədə yerləşən qüvvələrinizin təchizat yollarını təmin etməyə çalışırsınız. Eyni zamanda, müharibə apardığınız dövlətin təchizatını kəsməyə və ona maksimum təzyiq göstərməyə çalışırsınız. Bu baxımdan İraqla İran İslam Respublikası arasındakı uzun sərhədlər çox mühüm idi. Amma onların yanlış hesablamalarından biri bu idi ki, həmin sərhədlərin böyük hissəsi şiə bölgələrdir və bu bölgələr Hüseyni bağlılığa sahib insanlardır. Həm də bunlar Həşti Şəbinin övladlarıdır. Dediyimiz kimi, Həşti Şəbi elə həmin bölgələrin insanlarından formalaşıb. Buna görə də onların hesabı belə idi ki, hava üstünlüyünə sahib olduqları və bölgədə bəzi bazalar olduğu üçün İraq ərazisindən istifadə edib İran qüvvələrinə təsir göstərə bilərlər. Amma onların hesablamaları ciddi zərb aldı. Xüsusilə də Həşti Şəbi qüvvələrinə hücum etdilər. Onları bombardman etdilər və Həşti Şəbinin bir çox qəhrəmanları şəhid oldu. Hətta İraq dövləti Həşti Şəbi və ümumilikdə təhlükəsizlik qüvvələrinə hücum edən qüvvələrə qarşı cavab verməyə icazə verdi. Bu da özünü müdafiə və qorunma çərçivəsində idi. Beləliklə, İraqın quru coğrafiyasından istifadə etmə imkanları sıfıra indi. Çünki Amerika-İsrail hərəkəti yalnız Amerika adı və örtüyü altında sərbəst hərəkət edə bilərdi. İraq ərazisi daxilində Amerikanın İrana hücum məqsədi ilə hərəkət etməsi artıq mümkünsüz
oldu. Onlar yalnız hava məkanından istifadə edə bildilər. Hava məsələsi isə hava hücumundan müdafiə sistemləri və digər hərbi imkanlarla bağlıdır. Nəticə etibarilə İraqın geosiyasi mövqeyindən istifadə edib İran maraqlarına zərbə vurmaq planları tam şəkildə uğursuz oldu. بأكلها والحمد لله. يعني كانوا يظنون أنهم سيستفيدوا من قواعد الأمريكا الموجودة في العراق لكي يضربوا إيران، ولكن الهجمات اللي حشد الشعبي أو في العراق كان يهجمهم، فأصبحت يظنون يعني كانوا يحاولون أن يحفظوا نفسهم. يعني Təzyiq vasitələrindən bir neçəsi istifadə olunurdu. Təzyiq vasitələrindən biri müqavimət qrupları idi. Digəri İraq hökuməti idi. Başqa bir təzyiq vasitəsi isə İraq cəmiyyəti, xüsusilə də Şiə İraq cəmiyyəti idi ki, onlar İrana qarşı müharibənin əleyhinə idilər. Xüsusilə də dini mərcəiyyətin İrana qarşı müharibəyə qarşı çıxması bu mövqeyi daha da gücləndirdi. Buna görə də istər İraq daxilində, istərsə də İran daxilində, İran maraqlarına qarşı Amerika qüvvələri ilə əməkdaşlıq etmə imkanı ümumi ictimai mövqe ilə qarşılandı. Mərcəiyyət açıq şəkildə deyirdi ki, İran maraqlarını hədəf almağa icazə verilə bilməz. Çünki bunlar müsəlman maraqlarıdır. Bu ölkə məzlum şəkildə hücuma məruz qalıb. Danışıqlar davam etdiyi halda ona qarşı təcavüz edildi. Müharibəni başlayan o deyildi, təcavüz edən tərəf də o deyildi. Buna görə də onun yanında dayanmaq, İslama yardım etmək və iman qardaşlığına dəstək vermək hesab olunur. Bu mövqe ümumilikdə İraq xalqına məxsus olan fərqləndirici bir mövqe idi. Biz şahit olduq ki, birinci gün, yəni savaşın ilk saatlarında ki, şəhid imamımızın, İmam Xamneyinin şəhadət xəbəri yayılandan sonra İraq xalqı könüllü şəkildə Bağdadda yaşıl zona deyilən, yəni Amerikan səfirliyi yerləşən zonada orada toplantılar oldu və xalq Amerikaya qarşı orada aksiyalar həyata keçirdi və elə ilk saatlardan öz cəbhələrini aydın etdilər. İraq xalqı dedilər ki, biz İran İslam Respublikasının yanında dayanacağıq və Amerikaya qarşıya. Bu Amerikanın hesablamalarında yanlışlığa səbəb oldu, yoxsa onlar bunu gözləyirdilər? يعني أنا في اعتقادي الشخصي وذكرت في أكثر من مرة. Mənim şəxsi fikrimcə və bunu dəfələrlə demişəm, onlar böyük siyasi və hərbi bir axmaqlıq etdilər. Şəhid Seyidi qətlə yetirməklə. Bu, nəticələri hesablanmamış, çox dərin siyasi bir axmaqlıq idi. Şəhid Seyidin qətlə yetirilməsi məsələsinə gəldikdə, fərz edək ki, bundan əvvəl İrana dəstək səviyyəsi 80%-dən 95%-ə qədər idi. 15%-dən 20%-ə qədər isə tərəddüdlü idi. Amma şəhidin, xüsusilə də o şəkildə, ailəsi ilə birlikdə, evində və açıq şəkildə Hüseyni bir mövqeydə şəhid edilməsi bütün azad insanların və şərəflilərin İslami hisslərini alovlandırdı. Əlhəmdülillah, onların sayı da çoxdur. Xüsusilə də İraq şiələri arasında bu hadisə böyük təsir yaratdı. İraqın bütün təbəqələrindən ən sərt ifadələrlə qınama bəyanatları gəldi. Bu qəzəb İraq xalqının küçələrə çıxması, matəm yürüşləri təşkil etməsi və Amerika səfirliyini mühasirəyə alması ilə açıq şəkildə ortaya çıxdı. Çünki sui-qəsdi rəsmən öz üzərinə götürən tərəf Amerika idi. Tətik İsraillinin əlində olsa belə, bu əməliyyat Amerikanın razılığı, dəstəyi və iştirakı ilə həyata keçirilmişdi. Buna görə də şəhid Seyidin şəhadəti İraq cəmiyyətində Amerika qüvvələrinə qarşı qəzəbi alovlandıran ən mühüm amillərdən biri oldu. مهمة جدا في إثارة السخط داخل المجتمع العراقي ضد القوات الأمريكية. يعني هكذا فينا نقول أنه دم الشهيد ساعد الشعب العراقي لكي يكون ثورة ثانية. يعني هو İraq xalqının daxilində iman alov var. Biz xüsusilə Şiə dünyasından danışsaq, əlbəttə, İslam ümumilikdə birdir. Şəhadət anlayışının bizim üçün çox böyük dəyəri var. Şiəlik, şəhidlərin qanı üzərində qurulub. Allah Taala bunu belə qərar verib. Bu mübarək toplumun xüsusiyyəti budur ki, müqəddəs qanlar onun daxilində qığılcım yaradır. İmam Hüseynin qanı qiyamətə qədər sönməyəcək ən böyük qığılcımdır. Buna görə də axıdılan bütün mömin qanları, xüsusilə də mömin və mücahid rəhbərlərin qanı, şəhid Sədir, şəhid Xamenei, şəhid Həsən Nəsrullah və digər qəhrəmanların qanı, Allahın rizası onların üzərinə olsun, böyük təsir yaradır. Bu mübarək qanlar şəhid rəhbərin qanı ilə tamamlandı və onun şəhadətindən bu günə qədər davam edən bir inqilabi ruh yaratdı. Məncə bu ruh uzun müddət davam edəcək inşallah. أتصور تبقى إلى أمد بعيد إن شاء الله. إن شاء الله. يعني الدم الشهيد هو ما
silahul şia və dəmm şəhid. Bəli, şəhidin qanı batilə qarşı yönələn bütün hərəkətlərin əsas yanacağıdır. Biz belə bir şeyə şahid olmuşuq. İranda da onu mən görmüşəm, İraqda da bu hadisənin mən baş verdiyini görmüşəm ki, düşmən tərəfindən deyilir ki, İran və İraq xalqı bir-birindən nifrətləri var, bir-birindən ayrıdırlar. Bunların bir-birinə qarşı düşmənçilikləri var. Amma biz görürük ki, İmam Xamneyinin şəhadəti və İmam Xamneyinin qanı səbəb oldu ki, bu müharibə yalnız İranda deyil, yəni İraqda da bir bayraq oldu. Bu savaşda necə ki, şəhidin özü demişdi ki, regional olacaq bu savaş. Həmçində, yəni İraqa da getdi bu savaş və bu şəhidin qanı, yəni İmam Xamneyinin qanı bu bayraq oldu ki, İrandan xaricə, yəni bütün dünyaya bu müharibəni yönəltdi. من الممكن أتفق معك. Mən sizin dediyiniz fikirlə razıyam ki, şəhid rəhbərin qanı təkcə İraqa yox, ümumiyyətlə Şiə dünyasına, bütün İslam aləminə və hətta bütün azad insanlara böyük təsir göstərdi. Çünki siyasi liderlərin və rəhbərlərin qətlə yetirilməsi hətta beynəlxalq siyasi baxımdan belə qeyri-etik bir davranışdı. Müharibənin də öz əxlaq qaydaları var. Məsələn, indi Rusiya ilə müharibə artıq 3-cü ili başa vurub, 4-cü ilə keçib. Amma buna baxmayaraq, siyasi liderlər birbaşa hədəf alınmayıb. Halbuki onların buna imkanları var. Deməli, müharibənin də müəyyən əxlaqı var. Amma siyonist düşmənin etdiyi bütün bu əxlaq sərhədlərini aşdı. Üstəlik, onlar həm siyasi nüfuza, həm dini və mənəvi mövqeyə sahib bir şəxsi qətlə yetirdilər. Məsələn, Ayətullah Sistaninin şəhid rəhbər barədə danışarkən işlətdiyi ifadəni xatırlayın. Seyyidül Müstətab. İraq qulağı bu ifadəni yalnız ali mərciyyətdən eşitməyə alışmışdı. Belə bir şəxsiyyətin siyonistlər tərəfindən öldürülməsi, halbuki biz onsuz da onların Livan, Fələstin və digər ölkələrdə etdikləri cinayətlərə görə siyonizmə qarşı mənfi mövqeyədəyik, insanların qəlbində böyük bir yanğı yaratdı. Bu yanğı imani bir yanğıdır. Onun dini, əxlaqi və ictimai əsasları var. Bəli, şəhid rəhbərin qanı batilə qarşı dayanmaq üçün böyük bir motivasiya və bayraq oldu. Nəticə nə olursa olsun. Əgər o şəhid oldusa, artıq hər kəs öz qanını onun qanı ilə müqayisədə ucuz görməyə başladı. فكل الدماء أصبحت ترى في نفسها أنها رخيصة قياسا بدمه. Tabiri cəmil ciddən. الله يحفظك. Şükran. Biz görürük ki, Amerikanın bazaları var İraqda və uzun illərdir ki, orada onlar o bazaları inşa ediblər və İraqda yerləşiblər. İstəyirdim bilim ki, İraq xalqı bu bazaların orada olmağı ilə yanaşmaları necədir? Çünki biz bilirik ki, Fars körfəzinin cənubundakı ölkələrin çoxunda böyük əksəriyyətində Bəhreyn, Kuveyt, Birləşmiş Ərəb Əmirlikləri, Qətər bu xalqlar elə zənn edirlər ki, o bazalar orada onların öz ölkələrinin və dövlət mənafeyinin uğrunda oradadır və onları qorumaq üçün oradadır. İstəyirdim bilim ki, İraq xalqı da həqiqətən elə düşünürlər və elə zənn edirlər ki, bu bazalar onların öz ölkələrinin mənafeyi üçündür və ya digər bir mənafeyə xidmət edir. Təkcə Şiə xalqı deyil, İraqın bütün xalqları bu haqda nə düşünürlər? Bu sualın bir neçə tərəfi var. Birinci tərəf budur ki, praktik təcrübəyə əsasən bilirik. Siyasi münasibətlərlə ictimai münasibətlər fərqlidir. Bəzən iki dövlət arasında siyasi münasibətlər çox güclü olur, amma xalqlar bir-birindən uzaq olur. Bəzən də əksinə, hökumətlər arasında problem olur, amma xalqların münasibətləri yaxşı olur. Biz bunu yaşamışıq. Məsələn, Səddam rejimi ilə İslam Respublikası arasında düşmənçilik var idi. Amma İraq və İran xalqlarının münasibətləri yaxşı idi. Amerika məsələsinə gəlincə, biz burada Amerika xalqını yox, ABŞ hərbi qüvvələrini nəzərdə tuturuq. Bunu dəqiqləşdiririk ki, bəziləri Amerika deyəndə bütün Amerika xalqını düşünür. Xeyr, biz İsrailə dəstək vermək, İsrailin maraqlarını qorumaq və insanların hüquqlarına təcavüz etmək üçün bölgəyə gələn hərbi qüvvələrdən danışırıq. İraq cəmiyyətində bu qüvvələrə qarşı ümumi baxış mənfidir. Hətta ictimai səviyyədə onlarla münasibətə də şübhə ilə baxılır. Siyasi sahədə isə dövlət maraqları və siyasi zərurətlər mövcuddur. Amma İraqda bunun praktik sübutu var. İraq demokratik sistemdir və parlament xalqın səsi ilə formalaşır. Parlament dəfələrlə ABŞ qüvvələrinin İraqdan çıxarılması üçün səs verib.
İsraillə münasibətlərin qadağan olunması və hətta İsraillə əməkdaşlığın ölüm hökmünə qədər gedə biləcək cinayət hesab olunması barədə qanunlar qəbul olunub. Bu qanunları İraq qanunvericiləri qəbul edib. Parlament isə xalqın səsi ilə formalaşır. Yəni bütün bunların mənbəyi xalqdır. Əksəriyyət Amerika bazalarına qarşı səs veribsə və əksəriyyət İsraillə münasibətlərə qarşı səs veribsə, bu o deməkdir ki, İraq xalqının böyük əksəriyyəti Amerika və İsrail qüvvələrinə qarşıdır. Bu praktik bir sübutdur və çox müzakirəyə ehtiyac yoxdur. لا يحتاج حتى إلى مناقشات كثيرة. Cəmiyyətdən Kürdlər haqqında da istəyirdim sizdən soruşum. Kürdlər haqqında danışanda iki baxış var. Bir, görür ki, İran daima Kürdistan, İraq Kürdistanına raket və PUA hücumları həyata keçirilir. Və digər tərəfdən də görürük ki, Donald Trump, yəni Amerika prezidenti daim deyir ki, biz Kürdlərə silah ötürdük ki, İrana qarşı savaşsınlar, İran daxilinə aparsınlar və onlar bu işi etmədilər və bu məsələni həyata keçirmədə imtina etdilər. Belə bir görüntü yaranır ki, Kürdlər, xüsusən də İraqda müqavimət və İrana qarşı mübarizə aparırlar və ümumiyyətlə onların hamısı belədir. Bu düşüncə nə dərəcədə düzdür? موضوع الأكراد من الممكن Kürdlər məsələsinə gəlincə, bu məsələ bir qədər mürəkkəbdir. Çünki Kürdlər İraqda da var, İranda da var, Türkiyədə də var, Suriyada da var. Bu qrupların hər birinin öz siyasi və ictimai şəraiti var. Sosial münasibətlərinin bütün detalları barədə tam məlumatım olmasa da, siyasi münasibətlərin fərqli olduğu açıq görünür. İraq Kürdləri, İraq cəmiyyətinin mühüm bir hissəsidir. Onların İraq siyasi arenasında öz mövqeləri, çəkiləri və hörmətləri var. Eyni zamanda onlar İraq seçicilərinin parlamentdə təmsil olunan bir hissəsidirlər və ümumi çərçivədə İraq siyasətinə daxildilər. Amma onların xüsusi statusu da var. Çünki Kürdistan bölgəsi muxtar idarə etməyə malikdir. Bəzi idarələr mərkəzi hökumətə tabedir. Bəziləri isə Kürdistan regional hökumətinin qanun və iradəsinə bağlıdır. Kürdistan bölgəsində İran-Kürd müxalifətinə aid bəzi qruplar mövcuddur. Məhz bunlar səbəbindən İran ilə İraq Kürdistanı arasında, həmçinin İran hökuməti ilə İraq hökuməti arasında müəyyən problemlər yaranıb və bu məsələ danışıqlar səviyyəsinə qədər gedib çıxıb. Nəticədə belə qərara gəliblər ki, həmin qrupların silahsızlaşdırılması üçün çalışılsın və sərhəddi qoruyan əsas qüvvə İraq ordusu olsun. Təbii ki, bu proses Kürdistan bölgəsi ilə əməkdaşlıq və müəyyən qaydalar çərçivəsində həyata keçiriləcək. ABŞ prezidentinin Kürdlərə silah verməyi barədə dediklərinə gəlincə, ola bilsin ki, istər İran-Kürd müxalifəti, istərsə də digər Kürd qrupları Trumpın Suriya Kürdlərinə etdiklərindən dərs çıxarıblar. Çünki ABŞ onları illərlə istifadə etdikdən sonra maraqları dəyişəndə Çolaniyə təhvil verdi və tək qoydu. Buna görə də mən və bu mövzuda araşdırma aparan hər kəs deyir ki, ABŞ üçün bölgədə yalnız İsrailin maraqları vacibdir. İsrailin maraqlarından başqa hər bir maraq çox ucuz qiymətə satıla bilər. Bu baxımdan İran Kürdləri məsələsi mövcud problemdir və inşallah siyasi yollarla İraq hökuməti ilə Kürdistan regional hökuməti arasında həll olunacaq. Çünki İraq daxilində heç bir tayfanın və ya qrupun qonşu ölkələrə zərər verməsinə icazə verilə bilməz. Yəni sualınıza cavab olaraq, yox, bütün Kürdlər eyni deyil. Onlar müxtəlif düşüncə və siyasi istiqamətlərə mənsubdular. İraqdakı Kürdlər dövlətin bir hissəsidirlər və onların siyasi mövqeləri, iştirakları var. نحن عندنا في العراق الأكراد لا من ضمن الدولة ولهم مكانهم وحضورهم السياسي. يعني فينا نقول إنه الأكراد الموجودين نوعين. ونوع إقليم الكردستان الذي لديه تعاملات جيدة مع بغداد وحتى مع إيران. مع إيران كمان. وهناك فريق ثاني هم yuqatilun və hun Amerika ilə əməkdaşlıq edən və İran daxilinə zərər vurmağa çalışan əsas qüvvələr İran-Kürd müxalifətidir. Buna görə də İranın mübarizəsi İraq Kürdlərinə qarşı deyil, həmin müxalif qruplaradır. İran rəsmi açıqlamalarında da İraq Kürdlərini yox, Amerika dəstəyi ilə fəaliyyət göstərən müxalif Kürd qruplarını hədəf aldığını bildirir. Şükran cəzilən. حياكم الله. استفدنا منكم كثيرا الله يبارك فيكم. والأسئلة اللي نحن سألنا منكم كان سؤال جمهورنا الموجودين في جمهورية الأذربيجان وكما تعرفون الميديا في الأذربيجان بخدمة الإسرائيلي ولم يقولون الحقائق للناس ونحن نعمل بهذا العمل حتى نواصل الحقيقة لشعبنا
وأنتم ساعدتونا في هذا الأمر نشكر منكم جدا. حياكم الله. Allah sizi ve bütün İslam ümmətini qorusun. Bu müsibəti ümmətin üzərindən uzaqlaşdırsın. İnşallah İslam Respublikasının Amerika və İsrail qüvvələri üzərində qələbəsini görək. İsrail düşməni məğlub olsun. Fələstin azad olsun. Livan azad olsun. Suriya azad olsun. Və bütün ölkələrimiz Muhammed və Ali Muhammedin haqqı naminə azadlığa qovuşsun. Allah'a sallam. Şükran cezilen. حياكم الله. Aziz izləyicilərimiz, bugünlük bu qədər idi və inşallah digər qonaqlarımız da olacaq. Əgər bəyəndinizsə paylaşmağı və abunə olmağı unutmayın. Sağ olun, Allah'a emanet olun.